Godiva 990-1067-ci illərdə yaşamış, İngilis Saks cəmiyyətinə mənsub olan bir xanım idi. Godiva sözünün mənası Allahın hədiyəsi deməkdir. Godiva xalqını çox sevirdi. Əri qraf Marcel Rofrikdən həmişə xahiş edirdi ki, vergiləri aşağı indirsin. Bir dəfə qonaqlıq zamanı Godiva yenə ərindən bunu rica etdi. Leofrik sərxoş idi və zarafatca dedi ki, xanımı səhər Kavertrin küçələrindən çılpaq keçərsə, o bunu edəcək. Godiva razılaşdı. Qadın kasıb xalqının rifaqını öz abırından üstün tutdu. 1040-cı ildə səhər at üstündə, çılpaq vəziyyətdə Godiva küçə ilə keçdi. Şəhər əhalisi bundan öncədən xəbərdar idilər və evə çəkilib qapı pəncərəni bağladılar. Beləliklə Godivanı heç kim görmədi və əri vergiləri aşağı endirdi.